Akıl Baktası kanalında size hoş geldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Bu gecənin hekayəsi Unudulmuş dərs. Payız tətili başlamışdı. Nicat sevinclə yuxudan oyandı. Yatağından sıçrayıb dedi: "Ura, tətil başladı. Artıq nə məktəb var, nə də dərs və tapşırıq." Anası gülümsəyib dedi: "Bəli, canım, tətil başladı. Amma dərsləri tamamilə kənara qoymaq olmaz. Hər gün biraz məşğul olmaq lazımdır. Yaxşı mənim balam. Yarım saat dərs, sonra ürəyin istədiyin qədər oyun." Amma Nicat bu sözlərə heç fikir vermədi. Onun ağlı yalnız oyun oynamaqda qalmışdı. Nicat səhər yeməyini yedikdən sonra həyətə düşdü. Bütün dostları həyətdə idi. Hamı onu gözləyirdi. Futbol oynamağa başladılar. Anası bir neçə dəfə onu dərsləri ilə məşğul olmağa çağırdı. Hər dəfə Nicat, "Ana, nə olar 5 dəqiqə də oynayıb gəlirəm," deyirdi. Günorta birlikdə nənəsigilə getdilər. Orada da Nicat xalası uşaqları, dayısı uşaqları ilə axşama qədər oyun oynadı. Axşam evə qayıdanda Nicat o qədər yorulmuşdu ki, ayaq üstə güclə dayanırdı. Ona görə də birbaş yatağına getdi. Günlər beləcə bir-birini əvəz edirdi. Tətil başdan başa qonaqlıqlar, oyunlar, cizgi filmi izləmək və əyləncə ilə keçirdi. Nicat dərsləri haqqında heç düşünmürdü. Anası ona dərslərini xatırladanda Nicat, "Yaxşı ana, indi başlayıram," deyir, amma sonra başı oyuna qarışır, dərsi unudurdu. Məktəbin açılmasına bir gün qalmış, anası ona dedi: "Canım, sabah məktəb var. Yaxşı olar ki, dərslərinə biraz baxasan. Axı sənə dedim ki, tətil vaxtı da biraz oxu. İndi heç olmasa bir nəzər sal." Nicat dedi: "Narahat olma ana, mən hamısını xatırlayıram." Amma kitabını açanda qəribə bir şey oldu. Sadə bir riyaziyyat məsələsinə baxdı, heç nə başa düşmədi. Sanki bütün bildiklərini unutmuşdu. Azərbaycan dili kitabını açdı. Yenə eyni hal. Qaydaları nə qədər fikirləşdisə də yadına sala bilmədi. Ağlına dərsdən başqa hər şey gəlirdi. Qonaqlıqlarda olan gülməli hadisələr, cizgi filmin maraqlı səhnələri, düşündükcə ağlına onlar gəlir, fikri yayınırdı. Həyəcan onu bürüdü. "Ay aman, mən bunları bilirdim axı. Niyə indi xatırlamıram?" Elə bu narahatlıqla yuxuya getdi. Səhər məktəbdə müəllim uşaqlardan bir neçə sadə sual soruşdu. Nicat gördü ki, dostlarından bəziləri sualları tez cavablandırır. Amma özü hələ də çaşqın idi. Nicat yanında oturan Nərimandan soruşdu: "Sən nə yaxşı hər şeyi xatırlayırsan? Deyəsən bütün tətili kitablarla keçirmisən?" Nəriman dedi: "Yox, mən hər gün cəmi yarım saat dərslərə baxmışam. Qalan vaxtı həyətdəki uşaqlarla oyunlar oynayırdım." Nicat anasının sözlərini xatırladı və başa düşdü ki, səhv edib. Həmin axşam evə gələndə özünə bir cədvəl tutdu. Nə qədər dərslərlə məşğul olacağını
nə qədər oyun və başqa şeylərlə məşğul olacağını qeyd etdi. Hamısı üçün vaxt təyin etdi. Əvvəldə cədvələ əməl etmək biraz çətin idi. Amma davamlı etdikcə artıq vərdiş halını aldı. Və beləliklə Nicat bir daha heç vaxt tətil zamanı dərslərini unutmadı. Bəli, əziz balalarım, unutmayın, tətil təkcə oyun və əyləncə demək deyil. Əgər tətil günlərimizi yalnız oyun və əyləncə ilə keçirsək, yenidən məktəbə qayıtmağa həvəsimiz olmaz. Ona görə də tətil günlərinizi elə tənzimləyin ki, həm istirahətə, həm dərslərə, həm oyunlara, həm mütaliəyə, həm yeni şeylər öyrənməyə, həm ailə ilə vaxt keçirməyə, həm də başqa işlərə vaxtınız qalsın. Sizə dərslərinizdə uğurlar arzulayıram, əzizlərim. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.